Və Allahın rəhməti, Allahın sonsuz rəhməti iki cür nəzərə çarpır. Yəni ayə və hədislərə nisbətən Allahın bir ümumi rəhməti var. Varlıq aləminə olan sonsuz rəhməti, var etdiyi, yaratdığı hər bir şey olan mərhəməti və bu rəhmanlığının hakimiyyəti altındadır. Allah rəhmandır. Rəhmandır, yəni hər şeydə, dünya və axirətdə hər kəsə mehribandır, hər kəsə öz rəhmətini əta eləyəndir. Və eyni zamanda rəhmandır və rəhimdir də. Sadəcə rəhmanlığından istifadə eləyən üçün rəhimdir. Rəhmandır, rəhmanlığındandır ki, bizə ağıl verib, fitrət verib, vicdan verib, bizi haqqı batildən ayırd eləməyə, təşxis eləməyə bəsirət verib və bu nemətləri ixtiyarımızda qoyub bizi, məsələn, bir Ramazana çatdırır, bizi bir hikmətli kəlamı eşitməkdə müvəffəq eləyir. Bu, rəhmanlığınındır. Görsən, o haqq sözü Allah hamının qulağına çatdırır. Rəhimliyi onda hasıl olur ki, insan rəhimliyindən onda istifadə edir ki, bu rəhmanlığını dəyərləndirsin Allahın. Yəni, ağlından düzgün istifadə eləsə, yəqin əldə eləsin, iman əldə eləsin, salih əməllərə tərəf cəhd eləsin, artıq bu xüsusi rəhmətində insanın alına şamil olur.